Buradaki amirler falan geliyor. Biraz sakinleş. Kıymetini bilmeli, değil mi? Değil. Hilal, kıymetini bilen. Gözü ölənçi eləmədə, yavrum, bədisi də. Ölənçi eləmədə, qaqa. Gör necə baxırsan, sən bu dəqiqə şəkili çəkəcəm. Bura bax. Hə. Qanga. Yəni üz gözü gözlərini alır. Mən qoydum. Gel otur oyna burada. Orada bir şey olsun, gel otur. Gözü ölənçi eləmədə. Ne oldu? Biri popcorn önüne. Yumurtadan koyarlar. Sonra popcorn'a koyup normal kaydırıyorlar. Sonra kim popcorn popcorn'a başlıyorlar. Konuda yazıyor ki ayar kakıyor kontrayı. Sonra yazıyorlar ki lejit. Ne? Lejit. Lejite. Yaş öz sözünü dedi. Son kararınız. Elçinə inanıram və yaş quldurlar son qərar. Ve yaş buldurlar doğru cevaptı. Nəsə sual düşəcək. Elektronlara, protonlara vurmaq lazım olanda mən elçini yığacam ki, ay elçi, bu da nətər necə həll edilir, hə? Əslində elçilər daha fərqli sahələrdə mən düşünürdüm, amma yəni heç bu sahədə onu düşünmürəm. Vacibinin de bu. Vaciblərim buydu ki, məhkəmələrdə daha çox özümə inanırdım, amma görüntü dediğim kimi komediya janrı hardan bilirsən? Bu özgüveninizi sarsıltmadı. O qədər də yox, yəni düşünürəm ki, həmişə mənim sahəm olmasa olan düşünəcəyimi ümid edirəm. Yaxşı 1500 manatı necə itirmə məbləğ əldə edirsiniz? Düşünürəm ki,
Pizzalı İtalyan pizzası nece adlanır? Ben orada öğreneceğiz. Calzone ve bucatini, Sonra seni sen ravioli, köfte, cavatelli. Görmüşsün böyle pizza. Bəli, görmüşəm bunu əslində, amma Hadi anne bu da Avustralya'nın Forması var. Aldı o ne? İkiye katlanmış pizza. Arkadaşlar sorup Bir növ bizim tutamın Avustralya'nın pizza kadar büyük. Ne değiller o? bunun ravioli olmadığını düşünürəm. Ravioli. Ravioli değil. Niye? Kalsana. Çünki ravioli başqa bir yeməkdir. Bu bizim hansı Kore'ye hatırladı. Aş. Ravioli şeydi. Belə. Yaxşı da. Daha çox. Düşbər yoxdur. Risotto ile sebze almışsın. Üzr istəyirəm, bəli. Risotto ilə səhv salam. Ravioli xəngəl. Çay kimi seçecek? Susuz düşbere. Bunu Su koydum. düşbərə ravioli. Variantlardan mənə... Ravioli. Hayatı belə kvadrat kesin də. Evi düşbərinin ətinin içində bir kvadrat Bu arada olur. özür Bu dilerim ravioli. sizden ama tartışmalarımız Ama arasında dediği kazanıyor. hindi yemeği soğanlı gören kimi harcılığı tutan oldu. Birden çaşıp hindi bu saatte gidersin yemeği yemeye. Bu sizin çekinizi artıracak. Elemeyin. Oturun bir işe bak. Biz ucu Çok pizza acı. yemişik. Tamam. Mən bu sualda daha çox A variantına Siz özünüz pizzeriye getirin. Pizza hoşsunuz. mən daha çox sadə olan və yaxud Diavola pizza adlandıran hazırlayır. Ağzının tadını bilir. Ağzının tadını bilir. Görev sualın cevabını da bilir. Ümumiyyətlə, Diavolo pizzasını hər adam xoşlamır. Bəli, Acılıdır. bəli. Misal üçün, Narmanxanda dostlarla Diavolo pizzasını mən sifariş edirəm. Özümə onu bölüşəcəyim adamı tapa bilmirəm. Siz adətən kimlə bölüşürsünüz? Mən adətən bölüşmürəm. Maşallah. Dediyiniz kimi, yəni hər bir Amma o qədər yiyən adama oxşamırsınız. biraz aldadıcıdır bəli. Yəni, Maşallah fit. Ne yeri? Kapalı İtalyan pizzası istesek. Afisanta ne diyeyim? Mənə nə gətir? Bugün ayın 14'ü de. Tayin nişanı ne var? Kalzone də ola bilər. Bucatini, Cavatelli. Sert çay yağısında şalvar almadı. Yəni bu elə bir sual oldu ki, mənim məntiq yürüdəcəyim bir şey də olmadı, təəssüf ki. Elə bir sualdır ki, bunu ya bilirsən, ya Hansı inandırıcı gəlir? mənə A variantı daha çox inandırıcı gəlir. Belki oldu. Bəlkə olur. Adam çok iyi. Fatih bəy, mən burada açığı biraz daha çox risk etmək tərəfdarıyam, nəinki sonuncu köməyi işlətmək. Ne cevabı vereceksiniz? Risk edip ne demek? Mən digərlərinin açığı adını da eşitməmişəm. Bu qayıtda Cavatelli. Calzone mənə daha çox yaxın gəlir, sanki Onu bir dəfə menyuda görmüşəm. sanki eşitmişəm və görmüşəm. Ne yaptın orada? Ne diyeyim? Aytas ne yaptın orada? A variantı Calzone üzərində mən qalıram. Son kararı. Bəli, son qərar. Ne yaptın? Memur üstünde diyorsun. Bucatini ve Cavatelli. Kim? Siz harda görebilirsiniz. Markette. Sözüm mesela Cemre'ye bakacağım. Bucatini ve Cavatelli makaroni. Ben seni götüreyim mi? İşte İtalyan pizzasıdır. Hemen o. Başka ne? Ben aç kesin bakalım ki harada olabilir. Ha, o tarafa. Şimdi biz ne söyleyeyim ben başa salıyorum. Lazım olan yerdeyiz. Her salona gidelim. Ya ben Birinci salona git. İşleri tutar. Ondan sonra gidip uçarsın. Atar tapar. Ara parasıydı ben.
Məncə bu qədər pis Başa, deyil. bazıları. Daha da yaxşı ola bilər. Siz Onu da məndiniz. kes sabah. Kazansınız neyin için? Başa. Bilmədiyim bir söz var, onları bir səyahətə çıxarmaq istəyirdim. Ne kadar çıkalım? 100 manat mı çıkalım? Həm uşaqlarımla birlikdə. Hiç yok var. Savaş sonu. Bir daha bu kaşı bir daha. Uzayda burada harda Acı var. bir seferin Gidiyor. Ardından. 3000 manat etiğin TL'dir. Sen 3 göster. min manat itirilməməli təyin edək. Evet, evet, ben bir tanıyacağım. Bir hamle edebilir. Yok. Diyeceğim ama sen getireceğim. Mecbur sen sözünü göster. Tamam, ben 3000 manatla Şu ülkemizin oradanla üst esas lazer diye devletleri birinci lazer yolunda aparmaya. Süper lüks 5 yıldızlı otelde Aynen birinci lazer aparmaya. bir Ama ne hafta var sonu diye. Bravo Özde. buyur. iki otağın Gelmezsin, ömrü. aynı getirsin. Aynen. Bir tarafta siz kalasınız, o tarafta uşaqların öz otağı olsun. Zaten Ve bütün hafta sonu o regiondaki tecrübe aynen yerin öyle restoranları, ama. güzel mekanları gezip şekil çektirmeyi Kim sakin ol? Anlamam. Ben de. Hele cebinizde pulunuzda kalacak. 3000 manat artırlamasıyla hatta Yaşında dönem məhərrəmdə qutarıb. Fazla öyle. gelin hiç Ayta olmasa 15 ki sana. böyle mini sefer Evet, çok 30. pulu kazan. Ha bilmedim Hazırsınız, de 15 hazır. lira çıkardım. Sual budur. 13'ü. Onun için verebildim 16 çıkardım. Nix Hedden'e karşı mahkeme işinde mübahisೆ predmeti neydi? A. Pişik B. Pomidor O yoxdur. C. Yok. Nefret adı yoksa D. Tort. Maraqlı sual oldu. Daha doğrusu suallarını bir qədər düşüncə Bir kümeriniz var. Evet. Yani siz yok iki var yani üzerinde düşünebilirsiniz. Mən ümid edirdim ki, onu daha sonra istifadə edərəm, amma mən bu köməkdən istifadə etməli olacağam ən azından riski yarılamaq üçün. Gelin ele indiydi bu. Mən 50-50 köməyindən istifadə etmək istəyirəm bu sualla. Olsun. Eller yıkımayla istifade edin. Ben kompüterden fark edeceğim ki siz sert varyasınız. Çok süratle gidebilirim. Pomidor yoksa tort. Pomidor yoxsa tort. Hal-hazırda, yəni təsəvvürüm olmadığı bir şey haqqında mülahizə yürüdürəm. Nix Hedden. Nix soyadı. Başka bir soyad nerede? İki neferin mübahisesi düşün. Bu mübahisenin predmeti nedir? Pomidor yoksa tort. Pomidor yoxsa tort. Mən təəssüf ki, yəni belə bir case, belə bir məhkəmə iş haqqında eşitməmişim. Gelin beni tesevvür edeyim. Azer Fatih'e karşı. Mahkeme işi. Evet. Bizim aramızda bu mahkemenin predmeti pomidor da olabilir, tut. Anlamaya çalışar. Pomidor tutsa niye? Tort tutsa niye? Neyi bölüştürebilir? Ortada. O məntiqlə baxdıqda bəlkə hansı bir istehsalını deyim. Bəlkə bununla bağlı. Burada mübahisə predmeti ya Pomidor. tamat zavodu ya pomidor sahəsi olardı. X değildi ki. Amma
münasib pomidor. Nix deyirdi ki, onlar da bir ikisi vergide olublar, vergi işçilər olublar. Nix deyirdi ki, İndi tutaq ki bizim pomidor mübahisə meyvədir. predmetimiz toz. Edin deyirdi ki, pomidor tərəvəzdir. Orada da deyirdi ki, meyvələr necə olur? vergiden azad idi da. Biri vergiyə Bəlkə cəlb edir, hansılar o deyir şükür. tərəvəz vergiyə cəlb edir. Reseptidir. Aferin bu cavabı Bu bilirsin. birinci mən fikirləşmişəm. Ben mən də yaşlılara bilmirəm. gelmişim, orada var olub ya sonra. Bəli. Ha, indi bu da deyir ki, mən pomidor variantını verir. Ha, pomidor. Amma Hardasa Nix 19-cu və Edes əsrdə soyadı ilə və adı ilə bağlı tort xatırlaya bilmirəm və yaxud hər hansı bir şey. Məşhur Amerika tortları. Var mı öyle bir şey? Cheesecake tort da sayılmaz yəqin ki, yox. O da yorulur, indi biraz fasilə verir. Məşhur New York cheesecake var. New York'un da Knicks komandası var. Ama pomidor değil. Nəyə görəsən mən daha çox İnşallah toy eləyək, toy eləyəndən sonra da nəsə eləyəcək. yönəldirəm. Səbəbini anlamadım. Görə elə İntuisiya deyim buna, yoxsa başqa bir bizim şey. Allah salamatlığı versin, toy görək. Pomidor versiyası doğru. Ev dəyişməyə nəsə qalır, qalmır. Niyə qalmır? Eyni qiymətə sən qiymətini ala bilərsən. Mesele ondadır ki, olabilir bu iki neferin arasındaki məhkəmə işində mübahisə predmeti birinin digərinə attığı şey olur. Bilirsiniz, Amerika mədəniyyətində bu tortu kiminsə üzünə atmaq kimi, O da var. pomidoru da çıxış edənin üstünə atmaq. Eyni zamanda o da var, bəli. Bayaq Fikrin qarışdı bu. mülahizə yürüdəndə bu da alma gələn variantlardan biri idi. Pomidor yoxsa tort? Mən burada bilmədiyim bir seçim etməliyəm və bu dəfə düşünürəm ki, intuisiyanın səsini dinləyim. Ne diyeyim? Bu son kararı? Bəli, və pomidor son qərar. Bu pomidor diyorsunuz. Ne atımlar göresen birbirine? Meşhur mix var mı? Tortu bir-birinə atmırlar da pomidor atır. Tortu vururlar bizi. Hatırlamadım. 1893 ildə ABŞ məhkəməsində bu məsələ öz həllini tapdı. Mübahisə predmeti olan mövzunu mən sizə indi desəm güləcəksiniz. Sizcə pomidor meyvədir yoxsa tərəvəz? Pomidor, tərəvəz. ABŞ Ali Məhkəməsi də belə hesab edir. Yəni biz ABŞ Ali Məhkəməsinə inanaq deyirənlər ona görə izləmək. Mən ağzımın dadına inanım. Meyvə qədər şirin pomidor artıq çoxdan biz dadla. Odur ki, pomidor tərəvəzdir. 11-ci sual. 5000 manatı oynayırım. Ha, onundur. Sakit geldi çıktı ha. Nazlı Bu iplə. kadar uzağa gideceğinizi düşünürdüm. Ben de düşünürdüm. Boz qalçısı deyirsən. Suallar Dediyim kimi. Göy şey var da çox da. yəni bəziləri Ben köyüm çox yoxdur. Baxaram, mən yüklüyüm baxaram. Mən də barda çoxda olmalıdır. Əgər çıxardıb barda çoxdan çıxardırlar. Niye sualı necə cavab vermiyorlar? belə deyək, nəyəsə görə mən intuisiyamı deyim buna, yoxsa başqa cür adlandırım. Daha çox məni pomidor variantını seçməyə vadar etdir. Emin ederim ki son 5 soruda sizi Oyunun ləzzəti onda.
Rayon yola çıxmaq olar. Türklerde bu kadar uzanmalı. Bizdə. Çünki Azərbaycan Ha, bu çox uzadı. Türklərdə variantlar da şey var. Müəyyən etapı keçəndən sonra sənə əlavə bir dənə şey bonus verir. 2 dəfə səhv eləmək şey var. Azərbaycanda pul vermək Bəlkə Lənkəran, bəlkə Türkiyədə də 1 milyondur. Biz Qəbələ və Quba tərəflərə sığırıq. 250 min euro. Azərbaycan bölgəsi. Gözəl ən tanınır. lüks nömrədə qalacaqsınız. Amma 5000 manatı qazansanız, 65 min. mən sizə deyim, xaricə də getmək olar. Bəli, daha əsas məqsəd də budur. Türk lirası öyle Öyle Uçmaq demek. üçün kəmərlərinizi bağlayın. Sual nömrə 11. Danimarka və Norveç kralı, İngiltərə monarxı 1-ci Svenin Kızım 10 bon koysan ona böyle ama. A. Genel Gözəl sıfıra. saç, B. Qanlı balta, C. Göy diş, yoxsa D. Çəngəl saqqal. Bu sualda bir qədər mülahisə yürütmək mümkündür. Monarxı. Balta. Gözəl saç mən xaraydı. Bilirəm ki, gözəl saç deyirdilər. Deyəsən artıq sizin maraq dairənizdən olan sualdır. Bir qədər. Əla. Harald gözəl saç idi. Mən elə xatırlayıram. Bunu qoyduq qırağa. Göy diş də Danimarka kralı olub bilirəm. İndiki bu telefonlarda istifadə olunan, Bluetooth və telefon və kompüterlərdə istifadə olan da onun adından gəlmədi. Amma onun adına Sven olub olmadığını xatırlamam tam dəqiq. Bəlkə sual elə ona görədir. Karanlıktır. Resimlikte Bəlkə də bakıyorlar. budur. Ona oxşuyur. O bir şırlıydı. Xarici pasportunuz var. Çok şıl olanda Bizim adı bir silgine, bizim adı sefer buraya. Hansı rəngdədir? Ben çimlere getirdim artık çıktı. Uşaqların da var. Bunları unutma. Əssalam. Nereye gidersin buraya? Gedirik. İstanbul. Ola bilər. Başqa bir yerdə ola bilər. Karayev'de ne kadar satarmışlar. Qazanacağım məbləğə bağlı. Karayev'de demirler canlıydı satır. Görsen niye? Deyirlər Daşkənd çox yaşa. Səmərqənd. Böyle Karayev şey nizami yazsan. Karayev. Sakay yazsan Karayev. Saçlarımı oku. 5000 manat. Yazma böyle yazsan. Stüdyomuzdan birinci dəfəki pul iyi gəlməyə başlayır. Cavablı. Biliyorsun ama Mən də bir məqam olaraq gözəl saç variantını kənara atıram. Bağlı balta və çəngəl saqqal. Göy diş. Mən sanki onun adını Sven öğrendik insan. Yaxşı, Sven deyilsə nə idi? onu bilmirəm. Ultiyle sen. Sanki Sven deyildi. Amma Danimarka kralı idi Göydiş. Bəli, Danimarka kralı kimi xatırlayıram. Yəni, məncə o deyil. Xarəcdə, yəni həm Norveç, Danimarka. Bu ümumiyyətlə 10-cu 11-ci əsr Keşke yəqin bundan ki, daha tabağım ben birincisi. bəlkə də 9-10-cu əsrlər Büyük bu vikinglərə aid bir sualdır. Siz tarixi ancaq məktəbdə oxumusunuz, yoxsa ali məktəbdə də? Zaten şekilden bilinir ki nereden sakalına göre yani. Yəni, Hə. Danimarka, Orada Norveç neydiler və gibi. İngiliz Sakalına iki yere monarxları, bulundu. bilməm, proqramda nerede olur. onda? Çengel sakal. Çengel saqqal. Proqramda bu olmayıb. Bunu Amma şəxsi mütaliənizdir. bəli, şəxsi mütaliə, şəxsi belə Hə, deyək, sən ora girmisən. izləmədiyim, Sən gel sakla. Şeklinden bilinir. sadəcə vikinglərin mən İngiltərəni işğal etmə periyodunu bir qədər bilirəm. Bir şey də unutmayın da, gəlin gözümüzün qabağına bir viking kralını veya vikinglərin kralını bir gözümüzün qabağına getirin. Siz onu necə təsəvvür edirsiniz? Mən onu qanlı balta təsəvvür edirəm. Mən onu daha çox belə təsəvvür edirəm, çünki Asıb kəsən. bəli, daha çox çünki o dövrdə xristian Avropasının onlara yanaşma tərzi belə idi. Bəlkə də bu bizə filmlərdən belə təlqin olunandı. Halbuki reallıqda bəlkə də onların da özünə məxsus bir yüksək bir mədəniyyəti olur.
filmlərdə daha çox belə asıl kəsən, daha çox Əsəb mədəniyyətlər, sakitləşdirici. Məndə belə təəssürat var və həyat yoldaşınızın da gözünü oxuyuram. Biz elə bir havalimanına doğru gedirdik. Orada bir yer var, yolun sağına çıxırsan, sonra körpünün üstünə qalxıb və geri qayıdırsan. Biz elə bir geri qaydırıq. Geri qaydırıq, oradan Dərnəgül yoluyla Qəbələyə tərəf. Biz elə bir ki, uduzmağa mı gedirik, yoxsa biz Göydiş cavabını verməyəcəyik? Göydiş cavabına hal-hazırda biraz zor. Uzaqsınız, bəli. Ya bu cavabı heç vermək istəmirsiniz? Vermək istəmirəm. Mənim ürəyimə dalıb ki, odur. Sizin ürəyinizə dalıb ki, qanlı baldır. Ya mənim variantım, ya sizin variantım, ya da bu sualı yazan müəllifin, yəni ürəyinə nə dalıbsa, odur. Mən açığı qanlı balta və çəngəl saqqal arasında daha çox düşünürəm. Bir də şey başa düşməyə çalışın. Çəngəl saqqal, bunu özünüzə necə təsəvvür edirsiniz? Bunu mən təsəvvür edə bilmirəm. Amma belə qəribə ləqəblər olub tarix boyu. Bəlkə şələ deyirlər, ya şəvə deyirlər, bax belə Bunlar böyük bir biraz aşağısında ortalama qiymətli. Burada artıq siz sizə qalın niyə görə? Mənzilinizin fikriniz təmir edin. Mənziliniz olan əşyalar qalırsa, yəni bunlara dəyər biçməlisiniz. ola bilər. Amma uyğun qiymət təklif eləsəz, Olsa elə olardı, başqa tez bir bazar düzgün gəlib yuxarı soğuk çəngəl seçimlərinizi olmayacaq, aşağı olardı. Şərurdan rəqəmləsə mənzilində var. İpotekaya yararlıdırsa təklif edə biləcəyim müştərim də var hətta. Yəni sənədlər qaydasındadırsa. Siz ümumiyyətcə ağzınızdan nə rəqəm keçirdirsiniz? Bu iki variant arasında Fatih bəy. Qanlı balta yoxsa çəngəl saqqal? Hansı inandırıcı gəlir? Qanlı baltanı əslində mən eşitmişəm ləqəb olaraq, amma hansını yoxsa başqası onu bilmirəm. Amma belə bir ləqəb olaraq mən eşitmişəm bu vikinglərdən. Mənə elə gəlir ki, bu İngiltərə monarxı çətin sualların qarşısında sizin qədər çox düşünmür. Tez qərarlar verir. Gəlin Fatih bəy, biz də İngiltərə monarxının yolunu gedək o zaman. Və qanlı balta son qərar. Səhv elədim. Həkim göstərdim axına. Siz elə bil ki, bu məsələni baltanı götürüb oraya həll etməyə qərar verir. Bəlkə bu sualda azca siz o saqqala tumar çəkərmiş kimi, o çəngəlin uclarına bir tumarlayıb qərar verməyə lazım. Saqqalı yox. Bəlkə də bu lazım idi, amma hal-hazırda cavabın qəbul olunub. Nereye gitti o da? Nə olduğunu da tam dəqiqliklə bilmirəm, amma qanlı balta olduğunu düşünürəm. Sonra. Cavabınızın Hiç doğru veya şey səhv zakası. indi biləcəyik. Hatta hökmen diye de aldan almazsın. Əfsan olsun ki, doğru cavab çəngəl saqqal idi. Mükafatınız 3000 manat oldu və bu pulu sizə Azərbaycan böyük həvəslə deyəcək. Sigara. Şu serin diye bekliyorum. Ben Azərbaycan balkonu bana yapsın dedim. Balkon açıp böyük işi deməz. Balın olduğunu açığı düşünmürdüm, əvvəldən düşünmürdüm. O iki variant var. Şey örtülü şükrün penceresi açık canım. Göydiş Harald'ıydı. Yaxşı ki deməz o. Az qalmışdı mən sizi düzgün yoldan satılırım, amma özünüz də doğru Oranın istiqaməti seçə tərzisi deyil. bilməliyiz. Olur da belə də olur. Olur bəli, hər zaman düzgün qərarlar versəydik, bu o zaman ideal bir dünyada yaşamış olardı. Həyatda belə olmur. Belə olur, heç bir təəssüfçüsü yoxdur, amma yəni, Olsa sağ bu oyuna gəlmək arzusunda olan çox sayda insan var. Hər birinə də mən dəvət edirəm ki, arzuların arxasında geçsinlər, gəlsinlər, burada iştirak etsinlər, bu həyəcanı yaşasınlar. Mənim dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm, sağ olun.
Ya bu ne var? Əyilmə də bu tərəfə. Ata idman elətdirir ki, belənçi olasan. Əyilmə də. Valla. Getdim onun köynəklərə baxdım. Hansını giydiyin, hamı üçün yaxşı qalmadı. Gəldi.